Salamlayıram hər birinizi. Bugün sizlərlə xəritə sualları üzərində işləyəcəyik və xəritədə çətinlik olanlar mütləq bu testləri işləsinlər, daha doğrusu izahları diqqətlə dinləsinlər. Gəlin testlərin izahına keçək. Birinci testdə deyir, xəritədə qeyd edilmiş ərazi hansı ərazilərdə çayların axın istiqamətinə uyğun olaraq şimal yuxarı, cənub isə aşağı adlandırılmışdır. Əvvəla qeyd eləyək, xəritədə həmişə yuxarı şimal olur, aşağı isə cənub olur və çayın axın istiqaməti burada bilirik ki, Dəcəfərat çayları verilir. Dəcəfərat çayları axın istiqaməti cənuba doğrudur və onlar İran körfəzinə tökülürlər və Nil çayı göstərir. Nil çayı isə şimala doğru axır və Aralıq dənizi hövzəsinə aid çaydır. Deməli, biz Misir mövzusunu keçəndə yadınızdadsa demişdik, Misirdə tərsinədir. Misirin şimal hissəsində aşağı Misir yerləşir, cənub hissəsində isə yuxarı Misir padşahlığı yaranmışdır. Deməli, burada tərsinə olduğuna görə biz götürürük Mesopotamiya ərazisi, çünki Mesopotamiyanın cənubu elə çayın axın istiqamətinə uyğun olaraq xəritənin də cənubuna düşəcək. Düzgün cavabımız burada oldu nə? A variantı. Növbəti testə keçirik. Burada isə xəritədə fərqləndirilmiş ərazini soruşur bizdən, ona aid ifadəni seçməliyik. Bilirik ki, Mesopotamiya ərazisi və Şərqi Aralıq dənizi ölkələri, baxın elə xəritədən də ay para formasındadır, adlandırılır bərəkətli ay para. Düzgün cavabımız D variantı. Aha, burada isə xəritəyə əsasən aşağıda verilmiş anlayışlardan hansının doğru olduğunu müəyyən edin. Əvvəl xəritəyə baxırıq, görürük ki, Nil çayı hövzəsində fərqləndirilmiş bir ərazi, deməli bu qədim Misirin xəritəsidir və qədim Misirin xəritəsində baxırıq ki, sərhədlər hara qədər çatır şimalda, Fərat çayına qədər. Deməli bu eradan əvvəl 2-ci minilliyə aiddir. Çünki sərhədləri ilk dəfə şimala çatdıran kim olmuşdu? Birinci Tutmos isə eradan əvvəl 2-ci minillikdə hakimiyyətdə olmuşdu. Variantlara baxaq. Qədim Misir dövləti Qırmızı dənizin şərq sahillərində yerləşirdi. Bu yanlışdır. Qırmızı dəniz budur. Şərq sahilləri bura düşür, qərb sahilləri bura. Bir A variantı səhvdir. Qədim Misir dövlətinin sərhədləri eradan əvvəl 2-ci minillikdə Fərat çayına qədər uzanırdı. Bu doğru cavabımızdır. Ərazisinin bir qismi Aralıq dənizinin qərb sahillərinə əhatə edirdi. Bu yanlışdır. Aralıq dənizinin şərqi bu hissəyə düşür, qərbi isə indi xəritədə görünmür, amma digər tərəfə düşür. Bu yanlışdır. Ərazisi Dəcə və Fərat çaylarının aşağı axarlarına qədər uzanır. Dəcə Fəratın aşağı axarı buradır. Ora çatmır gördüyünüz kimi. Bu da yanlışdır. Misir Mesopotamiyanı tamamilə tabe etmişdi. Təbii ki, bu da yanlışdır. Mesopotamiya elə bu bütünlüklə bu ərazidir və həmin ərazini tuta bilməmişdi. Davam edək. Təkəri ixtira edən sivilizasiyanın yerləşdiyi ərazini xəritədə müəyyən edin. Təkəri Şumerlər kəşf etmişdi. Şumerlər isə Mesopotamiyanın cənubunda məskunlaşmışdı. Düzgün cavabımız 2 olur. A variantı. Yəni xəritədə digər ərazilərin də yerini müəyyən etməyə çalışaq. 1 ilə işarə olunmuş ərazi Şərqi Aralıq dənizi ölkələri, Fələstin, Suriya, Finikiya bu ərazilərə təsadüf edir. 4 Misiri işarə edir. 5 isə Ərəbistan ərazisidir və Məkkəni işarə edir. 3 isə Cənubi Azərbaycan ərazisidir. Xəritədə 3 rəqəminin yerləşdiyi ərazidə erkən tunç dövrünün mövcud olduğu dövrdə 2 rəqəminin yerləşdiyi dövlətdə baş verən hadisəni seçin. Baxırıq, xəritədə 3 rəqəmlə işarə olunub Azərbaycan. Azərbaycanda erkən tunç dövrü bilirik 4-cü minilliyin sonu başlayır artıq və 2 rəqəminin yerləşdiyi ərazi isə Misir ərazisidir. Misirdə həmin vaxtda nə baş vermişdi? Təbii ki, vahid dövlət yaranmışdı. Düzgün cavab B variantı. Burada 5 ilə işarə olunmuş ərazi indiki Türkiyə ərazisidir. Orada heç şahlıq olmuşdu həmin dövrdə. 4 Şumer ölkəsidir. 1 ilə işarə olunmuş ərazidə yenə Mesopotamiya ərazisinə düşür ki, çayın arasıdır və biz onu daha sonraki dövrlərə aid, məsələn, 3-cü minillikdə Akkad dövlətinin ərazisi kimi götürə bilirik, 2-ci minillikdə Assur dövlətinin ərazisi kimi götürə bilərik. Rəngli şüşəni ixtira edən mədəniyyətin yerləşdiyi ərazini müəyyən edin. İndi təzə kitablarda o məlumatları çıxarıblar. Köhnə dərsliklərə əsasən biz bilirdik ki, şəffaf şüşəni Finikiyalılar kəşf etmişdi. Finikiya ərazisi 1-ə düşür və rəngli şüşəni isə Şumerlər kəşf etmişdi. Şumerlər isə 2. Düzgün cavab burada A variantıdır. Bizdə rəngli şüşəni soruşur. Həm Teymon Tanhunun, həm də Mirti Xaqanın hücum etdiyi ortaq ərazini xəritədə müəyyən edin. Əvvəla baxaq. Bir ərazisi Qazaxıstan ərazisinə düşür. 2 Rusiyanın ərazisidir burada. 4 İranın ərazisidir. 5 Hindistanın ərazisidir. 3 isə Çinin ərazisidir. Təbii ki, Teymon Tanhu və Mirti Tanhu Çinə yürüşlər edirdilər. Düzgün cavab C variantı. Ramayana dastanının yarandığı mədəniyyətin yerləşdiyi ərazini xəritədə müəyyən edin. Ramayana və Mahabharata dastanları Hindistanda yaranmışdı. Hindistan 5 ilə işarə olunub. Heroqlif yazıdan istifadə edən ölkələr heroqlif yazıdan istifadə etmişdi. Qədim Çin, qədim Misir və bir də Manna istifadə etmişdi. Düzgün cavabımız 1, 3 və 5 olacaq B variantı. Burada 4 ilə işarə olunub Şumerlər, 2 ilə işarə olunub isə Hindistan. Onlarda çıxırıq. Təbii ki, Hindlilərin öz yazısı olub, amma sirri açılmayıb. Şumerlər isə mixi yazıdan istifadə etmişlər. Bunu da bilirik. 10-cu testə baxırıq. Xəritədə hansı ərazi, daha doğrusu hansı hadisə əksini tapmışdır? Burada hücum işarəsi göstərilir və şimaldan cənuba doğru bir ox çəkilibdir. Əhəmənilərin Yunanistana hücumu deyir, bu yanlışdır, çünki Əhəmənilər şərqdən gəlirdi. Dorilərin Cənubi Yunanistana hücumu, bunu götürə bilərik. Eradan əvvəl 2-ci minillikdə şimal tayfaları olan Dorilər Yunanistana cənubuna hücum edirlər və burada deyir Mikena mədəniyyətinə son qoyurlar. Düzgün cavab deməli B variantıdır. Afina-Sparta müharibəsi bu ola bilməz, çünki Afina burada yerləşir. Romanın Yunanistana yürüyüşü isə bu da yanlışdır və Yunan şəhərlərinin İskəndərə qarşı üsyanı, burada da üsyan işarəsi göstərilmir. Və eradan əvvəl 31, eradan əvvəl 404-cü illər müharibə etmiş dövlətlər. Bu Yunanistanda Afina və Sparta müharibəsindən söhbət gedir. 1 Cənubi Yunanistan Sparta, Orta Yunanistan 3 ilə işarə olunub. Bu isə Afinadır. Düzgün cavabımız 1, 3-dür B variantı. 2
İndiki Türkiyə ərazisi, Kiçik Asiya ərazisidir. 5 burada işarə olunubdur. Krit adası, 4 isə Makedoniya ərazisini göstərir hardasa, yəni Yunanistanın şimalına təsadüf eləyir. Belə deyərdik. Daha doğrusu burada 4 Makedoniya bu ərazi olardı. Bu Yunanistanın şimalıdır elə daha dəqiq desək. Yunanistanın şimalı. Və Roma işğallarının xronoloji ardıcıllığını göstərin. Roma birinci, əvvəl baxaq görək xəritədə hansı rəqəmlərlə haralar işarə olunmuşdu. 1 ilə işarə olunubdu İtaliya, Apennin yarımadası, 2 Misir, 3 indiki Fransa, köhnə Qalliya ərazisi və 4 isə Yunanistan ərazisidir. Yunanistanın, daha doğrusu Romanın işğalları birinci elə Apennin yarımadasını işğal eləyir eradan əvvəl 3-cü əsrdə. Bunu götürürük birinci 1 olacaq. Daha sonra eradan əvvəl 146-cı ildə Yunanistanı tutur, 4-ü yazırıq. Sonra eradan əvvəl 1-ci əsrin 1-ci yarısı deyək də biz buna Qalliyaya canişin təyin olunur. Qay Sezar və Qay Sezar orada canişin olduğu vaxtda Qalliyanın işğalını başa çatdırır, 3-ü yazırıq. Eradan əvvəl 30-cu ildə isə Misiri əyalətinə çevirir. Ardıcıllıq bu cür olur. Düzgün cavabımız B variantı. Hansı ərazidə Makedoniyalı İskəndər ciddi müqavimət və əsgərlərin yorulması səbəbindən yürüşü yarımçıq qoymuşdu? Xəritəyə baxaq. 1 Azərbaycan ərazisidir, 2 Hindistan, 3 Çin, 4 Mesopotamiya, 5 isə Misir. Düzgün cavabımız Hindistan olur. A variantı. Xəritədə verilmiş dövlətə aid olanları müəyyən edin. Xəritədə baxırıq ki, Nil çayı hövzəsindən fərqləndirilmiş ərazi, deməli bu Misirin ərazisidir və Misirə aid bir xüsusiyyəti tapmalıyıq. Dövlətçilik tarixi 3 dövrə bölünür. Bu bəli, köhnə kitablarda verilirdi ki, qədim Misirin tarixi qədim, orta, yeni şahlıq dövrünə bölünür, bir aiddir. İki çayrasının ən güclü dövləti idi, yanlışdır. İki çayrası Mesopotamiya ərazisinə verilmiş addır. Bu ərazidədir və görürsünüz ki, oralara çatmayıb. Het şahlığı ilə mübarizə aparmışdı. Bu düzdür. Het şahlığına mübarizə Suriya uğrunda gedirdi və 2-ci Ramzes etmişdi bunu. Eradan əvvəl 16-cı əsrlərdən etibarən siyasi qüdrətinin zirvəsinə çatmışdı. Bu da aiddir. Yəni bu belə deyim, yeni şahlıq dövrünün fironlarının etdiyi işğalçılıq siyasəti nəticəsində olmuşdu. Sarqon tərəfindən vahid halda birləşdirilənsə yenə Mesopotamiya idi. Burada düzgün cavab 1, 3 və 4 olacaq. A variantı düzgün cavabımızdır. Fermopil döyüşü nəticəsində Əhəmənlərin tutduğu ərazini xəritədə müəyyən edin. Baxın, burada Balkan yarımadası işarə olunubdu və bu da Kiçik Asiya, indiki Türkiyə ərazisidir. Fermopil döyüşü nəticəsində Əhəmənlər Orta Yunanistanı tutur. Orta Yunanistan isə 1 ilə işarə olunmuşdu. Düzgün cavabımız A variantı olacaq. Qədim Misirin yerləşdiyi ərazini müəyyən edin. Qədim Misir, bu xəritədə baxırıq, bu Aralıq dənizidir və Aralıq dənizi hövzəsi ölkələrini görürük. 1 Şimali Afrikada Karfagen ərazisi ola bilər. Bu köhnə xəritədirsə, qədim dövrə aid xəritədirsə və 2 Misirin ərazisidir. Elə düzgün cavabımız B variantıdır. 3 Yunanistan ərazisidir. 4 isə indiki Türkiyə ərazisidir. Həmin dövrdə isə Het şahlığı mövcud idi. Qədim dövrdə həmin ərazidə. Düzgün cavabımız B variantı. Eradan əvvəl 2-ci minillikdə Misir fironlarının yürüş etdiyi ərazini müəyyən edin. Eradan əvvəl 2-ci minillikdə Misir fironları Şərqi Aralıq dənizi ölkələrinə hücumlar edirdilər. Aralıq dənizi budur, Qara dəniz budur. Aralıq dənizinin şərqi budur, qərbi isə bu tərəfdir. Və burada işarə olunubdur. Məsələn, 1 ilə Yunanistan, 2 ilə Suriya, 3 ilə İtaliya, 4 ilə indiki deməyək, yəni o köhnə qədim dövrə aid xəritəyə baxanda biz görürük ki, həmin dövrdə Misirin işğal etdiyi ərazilərdən Finikiya və Fələstin ərazisinə təsadüf edir və 5 isə Karfagen ərazisidir. Deməli, eradan əvvəl 2-ci minillikdə Misir fironlarının yürüş etdiyi ərazi 2 və 4 olacaqdır. Düzgün cavabımız B variantı. Qədim Şumerlərin Mesopotamiyaya haradan köç etdiyini müəyyən edin. Onlar köç ediblər Mesopotamiyaya, amma haradan gəlmişdilər? Mərkəzi Asiyada Altay Sayan dağlar ətəklərindən. Deməli, bizim düzgün cavabımız B olur. Haraya köç etmişdilər desəydi, 4-ü götürərdik. Haradan köç etmişdi deyirsə, biz götürürük 2-ni, Mərkəzi Asiyanı. Burada 1 ilə işarə olunub Rusiya ərazisidir, 2 Mərkəzi Asiyadır, 3 Hindistandır, 4 Mesopotamiyadır, 5 isə Çinin ərazisidir. Böyük Hun dövlətinin hücum etdiyi dövləti xəritədə müəyyən edin. Böyük Hun dövləti özü mövcud olmuşdu 2 qeyd olunmuş ərazi, 3 Hindistandır, 3-ə hücum etməyib, 4 Mesopotamiyadır, Mesopotamiyaya gəlib çatmayıb, 1 Hindi-Çin ərazisidir, orada hücum etməyib, 5 isə Çin ərazisidir, Çinə hücumlar etmişdi Hunlar. Düzgün cavabımız Y variantı. Misirlə rəqabət aparmış dövləti xəritədə müəyyən edin. Əvvəla biz yadımıza salaq, Misirlə rəqabət aparmış dövlət Hetlər idi. Hetlər Suriya uğrunda rəqabət aparırdı və müqavilə ilə başa çatmışdı. Kadeş sülhü eradan əvvəl 2-ci minilliyin belə deyim, 2-ci yarısında və 2-ci Ramzeslə Het hökmdarı Muvatalas arasında imzalanmışdı. Əgər burada deyirsə ki, xəritədə göstərin Hetlərin ərazisini, Hetlərin ərazisi indiki Türkiyə ərazisi 1 ilə işarə olunmuşdu. 2 Mesopotamiya Şumerlərin ərazisidir, 3 Cənubi Azərbaycandır, 4 Misir ərazisidir, 5 isə Ərəbistan yarımadası Məkkənin ərazisini işarə edir. Xəritəyə əsasən uyğunluğu müəyyən edin deyir. Eradan əvvəl 5-ci əsrdə Aralıq dənizində hakim dövlət olmuşdu. Bu düzgün cavab olacaqdır. Yunanistana aiddir bu. Eradan əvvəl 5-ci əsrdə Yunan-İran müharibələrindən sonra qalib gəlir və Aralıq dənizinin şərqində hakim dövlətə çevrilir. Eradan əvvəl 2-ci əsrdə Şimali Afrikada ərazi işğal etmişdi. Bu Roma Respublikasıdır. Deməli B 3-ə aid olur.
Bu müharibəsində Romaya məğlub olmuşdu. Bu müharibəsində məğlub olan Karfagen idi 2-yə C-ni götürürük və Kadeş müqaviləsində tərəflərdən biri idi. Bəli, bu da Misirdir. D-ni də 4-ə götürürük. Ardıcıllığımız A, C, B və D. Düzgün cavabımız D variantıdır. Xəritədə əks edilmiş dövlətə aid olanları seçin. Xəritədə Makedoniya İskəndər imperiyası göstərilir. Hindistana qədər ərazisini genişləndirib gördüyümüz kimi və Peloponnes müharibəsində qalib gəlmişdir. Peloponnes müharibəsində qalib gələn Sparta olmuşdu. Ona görə də bunu çıxırıq. Əhəməni dövlətini süquta uğratmışdı. Bəli, Əhəməni dövlətini süquta uğratmışdı Makedoniya İskəndər eradan əvvəl 330-cu ildə. Paytaxtlarından biri Babil şəhəri olmuşdu. Bu düzdür. Makedoniya dövlətinin paytaxtı Pella şəhəri, imperiyanın paytaxtı isə Babil şəhəri olmuşdu. 3-ü də götürürük. Düzgün cavabımız 2-3B olur. Dəniz sahibi adlanmağı isə bu da yine Afinalara, Yunanlara aid idi. Xəritədə əks edilmiş dövlətə aid olanları seçin. Xəritədə Romanın işğalları əks olunur, qədim Romanın və Əhəməni dövlətini məğlub etmişdi. Yanlışdır, çünki Romalılar Əhəmənilərlə döyüşməyiblər. Bu getdi. Misiri müqavimətsiz tutmuşdu, bu da yanlışdır. Misiri müqavimətsiz tutan İskəndər idi. Romalılar isə eradan əvvəl 330-cu ildə hücum edib tuturlar. Parfiya ilə mübarizə aparmışdı, bu düzdür. 3-ü götürürük. Eradan əvvəl ilə 53-cü il Karra döyüşü, eradan əvvəl 38 Hindar döyüşü, eradan əvvəl 36 Fraspa döyüşündə də yenə Parfiya köməyə gəlmişdi Atropatınaya və onların döyüşləri var idi. İmperiya dövründə isə Mark Trayan hətta Parfiyanın paytaxtını da tutmuşdu. Kiçik Asiyanı ələ keçirmişdi. Bu da düzgün cavabdır. 3 ilə 4 düzgün cavabdır və Kiçik Asiya ərazisini biz burada görürük, elə rənglənmiş, fərqləndirilmiş əraziyə daxildir. Bu sualda biraz bəzi rəqəmlər düşməyib, ona görə bunu izah etmək istəmirəm. Baxın, burada 2, 3, 4 yazır, amma burada isə 1 və 2 işarə olunub. Ona görə də bu sualda çatışmazlıq olduğuna görə bunu elə keçək. Qavqamela döyüşündə qalib gələn dövləti xəritə üzərində müəyyən edirik. Qavqamela döyüşü bilirik ki, Makedoniyalılarla Əhəmənilər arasında baş vermişdi eradan əvvəl 331-ci ildə və Makedoniyalılar qalib gəlmişdi. Makedoniya isə 1 ilə işarə olunmuşdu. Düzgün cavabımız A variantı. 2 indiki İspaniya ərazisidir, 3 İtaliyanın ərazisidir, Apennin yarımadası, 4 Misirin ərazisidir, 5 isə Şimali Afrika Karfagenin ərazisidir. Digər suallar da elə bunların belə deyim oxşarıdır. Ona görə hələlik bu qədər. İzləməyi, faydalanmağı unutmayın. Sağ olun.